Deməli belə, bugün artıq təzə bir chapter'a keçirik. Təzə bir bölməyə. Software Development Life Cycle, SDLC. Tez-tez eşidəcəksiniz. PDLC var, SDLC var. Product Development Life Cycle var. Bu PO-ların görəcəyi işdir. Onun dokumentlərini PO-lar yazmalıdır. Software Development Life Cycle isə bizim ümumi bilməli olduğumuz və oradan bəzi hissələri özümüz yazmalı olduğumuz bir hissədir. Bax, görək nədir bu? Və içində nələr var? SDLC, Analysis and Planning, Analysis and Requirements, Design, Mobile App Frontend və Backend, Development as Kit, Testing və Deployment haqqında danışacağıq. Baxın, bu arxitekturadır və frontend və backend prosesləri özündə birləşdirir. İndiyə qədər Word-dan yemək zakaz eləyirdik, kartdan karta pul köçürdürdük, Sima ilə sənədlərimizi imzalayırdıq, sığorta hadisəsini qeydə alırdıq, sığorta yaradırdıq özümüz üçün, kredit satışında sığorta əldə eləyirdik. Sonra EGOV-dan maaşımız sorğulanırdı və s. Görürsünüz, bütün bu, sonra yəqin ki, asan Asan əpp var, Asan xidmətin əppi. Orada özümüzə növbə götürürdük. Görürsünüz nə qədər avtomatlaşmış proses var, hansı ki bir telefon qədər yaxın olan. Bunlar, bu proseslər özlərində mobile, frontend və backend hissələrini birləşdirir. Mobile developmentin özü də iki hissəyə bölünür, iOS və Android. Bu anlayışlar bizə tanış olmalıdır. Çünki bizim komandamızda işləyəcəyimiz hər birisi gün hansı komandaya qoşulacaqsa, orada mobile developer ola bilər, backend ola bilər, frontend ola bilər. Hamısı birlikdə komandanı təşkil edəcəklər. Deməli belə. Nə edirik? Baxın, bu frontdur. Ön, üz, front. Oradan yadınızda qalsın. Biz buradan backend-ə sorğular göndəririk. Deyirik ki, məsəl üçün, bunlar da API-lar vasitəsilə olur. Biz gələn dərsdən keçəcəyik API-ları. Prosta əmin deyiləm 5-ci gün keçməyək, istəmirəm çox yükləmək. Çünki 6 bazar ağır imtahanımız olacaq. Ağır dediyim, yəni ağır deyil. Yəni sadəcə testi deyə hazırlaşmağınızı gözləyirəm. Ola bilsin ki, 5-ci gün dərs olmadı. Təkrar eləyin ki, 6 bazar imtahana hazır olasınız. Və o diaqramları çəkin, o verdiyim tapşırıqları. Və imtahanı verəndən sonra növbəti həftədən keçək API-lara. Baxarıq, danışarıq onu qrupda. Deməli, API-larla müraciət elədik backend-ə. Nədir backend? Getdik, tutalım API ilə müraciət elədik. Bax, bu API gateway-dir. Getdi əpplərə. Yadınızda da keçdik mikroservislər və monolit. Görürsünüz, bunlar mikroservislərdir. İndi təkrarçılıq eləmək istəmirəm. Mikroservis nə idi? Hər funksiyonallıq bir əppin üzərində yazılır və bir neçə dənə əpp olur və hər bir sorğu həmin əppdə, hər bir kod sorğu həmin əppdə olur. Həmin əppdən database-ə müraciət gəlir. Baxın, getdik və deyə bilərsiniz ki, biz nə biləcəyik, hansı userə, tutalım ki, telefon nə bilir, hansı userə hansı kartı göstərmək lazımdır. Bax, burada login, parol, yəni user authentication öz rolunu oynayır. Biz authentication necə eləyirik? Login, parolla. Database-də həmin login, parola birləşir bütün məlumatlar ki, filan kəsin filan məlumatı var. Bu sorğu göndərəndə gedir database-ə müraciət eləyir. Filan kəsin filan məlumatını gətirir burada fronta göstərir. Görürsünüz, nədir? Tutalım, get profile, düzdür, oxuya bilirsiniz də buradan. Get profil hissəsinə bastı, dedi ki, mənim profil məlumatlarımı gətir. Getdi user MS cədvəlinə. MS mikroservis deməkdir. Yəni, mikroservislər belə yazılır, yəni yazılışı budur. User altdan xət MS, o da müraciət elədi database-ə, gətirdi ona cavab. Dedi ki, Ülvin Abbasov şəklini göstər burada, cavabı qaytardı özünə. Gördünüz bunu? Bu hissəni başa düşdünüz. Birinci müraciət elədik, ikinci cavabını qaytardıq özünə ki, buydu. Sonra balansı sorğuladıq, balans məlumatı gəldi, dedi, Mastercard-dır, tutalım, Masketpan budur. Bunları API-də keçəcəyik. Buna asan gələcək sizə. Sonra transaction, məsələn, Starbucks-a nə qədər ödəyib, gördünüz, qaytarıb database. Sonra actions. Görürsünüz, bu günləri kiməsə pul göndərib 1 manat 33 qəpik, statusu da requested
göndərilmişdi. Bax, bütün bu birləşmiş arxitektura bunun üzərində qurulub. Server nədir? Onu da indi birazdan keçəcəyik. Mən sizə databaselər haqqında danışım. Aktiv database hazırda işləyən əsas databasedir. Yəni bunu komandada bu sözləri çox eşidəcəksiniz. Anlayışınız olsun ki, eşidəndə qəribə gəlməsin sizə. Sistem yəni bütün məlumatları buradan oxuyur, yazır. Aktiv databasedir. Oxudu məlumatı, yazdı. Əgər yazmaq istəyirsə, databasedə nəsə məlumat ötürmək istəyirsə, yazır. Yox, databasedə məlumatı sorğulamaq istəyirsə, sadəcə oxuyur, verir ona cavabını. Standby database ehtiyat databasedir. Əsas database sıradan çıxsa, bu onun yerinə keçir. Yəni əsas database çöksə, cavab verməsə, error baş versə, sorğulana bilməsə, standby database onun üçündür ki, əvəz eləsin onu. Golden Gate nədir? Databasedən database məlumatı köçürən sistemdir. Yəni aktiv databasedə olan məlumatı standby database ötürür. Yəni aktiv şəkildə sinxron işləyir bu. Birindən alır, o birisinə verir məlumatı. Yəni bu arasında olan sistemin adı Golden Gate-dir. PostgreSQL nədir? Pulsuz və güclü databasedir. Böyük sistemlərdə də istifadə olunur. MySQL sadə və çox yayılmış databasedir. Web saytlar üçün istifadə olunur. Oracle böyük şirkətlər üçün güclü databasedir. Banklar və böyük sistemlər istifadə edir. Deməli, database'imizin növləri Postgre, MySQL, Oracle. Ən məşhurları bunlardır. Server nədir? Gəlin baxaq. Deməli, server istifadəçilərin, klientların göndərdiyi sorğu qəbul edib, onlara cavab verən sistemdir. Yəni, bütün bu backend kodlar var, məntiqlər, kodlar, hər şey bu serverdə saxlanılır. Təsəvvür edin ki, yəni, server xidmət göstərən kompüter və proqramdır. İstifadəçi hər hansı bir əməliyyatı eləyir. Məsələn, sayta daxil olmağa klikləyirik. Bu zaman cihazı onu serverə sorğu göndərir. Server təsəvvür edin ki, bir qutudur. İçində çoxlu kodlar var. Bizim məlumatımız oradan gedir, sorğulur. Serverdən gətirir məlumat, bizə ötürür. Server bu sorğunu qəbul edir, lazım olan əməliyyatları yerinə yetirir, məlumatları yoxlayır və ya databasedən oxuyur və nəticəni yenidən istifadəçiyə qaytarır. Yəni, server arada bir adapter kimi rol oynayır da. Serverə gəldi məlumat ki, nə istəyirsən, getdi database-ə müraciət elədi, gətirdi, verdi sənə. Məsələn, sən bir web sayt açırsan, server sənə həmin saytın məlumatlarını göndərir, sən bunu ekranda görürsən. Server həm fiziki kompüter şəklində ola bilər, həm də cloud mühitində işləyə bilər. Cloud da, məsələn, necə ki, iPhone-da cloud alırıq, server də elə bir şeydir, clouddur, saxlanma alanıdır. Hər şeyi özündə saxlayır, belə yadda saxlayın. Qısa desək, server sistemdə əsas işləri görən və istifadəçilərə cavab verən hissədir. Database ilə serveri qarışdırmayın. Server nədir? Cloud, bir saxlanma, kladovkadır. Şkafı açırıq, oradan götürürük. O da öz şkafını database ilə doldurur. Yəni, əsas məlumatlar saxlanılır databasedə, server isə onu daşıyır və istifadəçiyə göstərir, göndərir. Deyək, Software Development Life Cycle nədir? SDLC. Bunu yadda saxlayın. SDLC müxtəlif 7 anlayışdan ibarət olan bir sistemdir. Software Development Life Cycle proqram təminatının hazırlanmasının mərhələli prosesidir. Set niyə getdi? Görürsünüz məni? Düzəldi. Yenə amma donmalar olur. İndi eşidirsiniz? Eşidirik, amma donmalar olur arada. Bəs indi nətərdir? İndi hələ ki yaxşıdır. Donanda deyin. Deməli, Software Development Life Cycle... Yaxşı deyən kimi sırası don. Yaxşıdır. İndi donmamalıyıq. Niyə belə eləyir bu? Yenə donduz. Gəlir indi səsim. İndi gəlir, amma donma var.
Hə. Deməli, Software Development Life Cycle proqram təminatının hazırlanmasının mərhələli prosesidir. Yəni, bir sistemin ideyadan başlayıb istifadəyə verilməsinə qədər keçdiyi bütün addımları əhatə edir. Sadə dillə desək, SDLC proqramın necə planlanacağını, necə hazırlanacağını, necə test ediləcəyini və necə istifadəyə veriləcəyini göstərən bir yol xəritəsidir. Yəni, Analysis and Planning, Requirements, Design and Prototyping, API First and Conditions, Software Development, Testing və də Deployment. Gəlin baxaq, Analysis and Planning nədir? Bu proses adətən... Eşidirəm Nərmin xanım, donmuşdu. Bu proses adətən bir neçə əsas mərhələdən ibarət olur. İlk mərhələlə planlaşdırmadır. Burada layihənin məqsədi müəyyən olunur, necə qurulacağı qərar verilir, ümumi plan hazırlanır və nə qurulacağına qərar verilir və sonra analiz mərhələsi gəlir artıq. Bu mərhələdə tələblər toplanır, sistem nə etməlidir, sualına cavab verilir, biznes ehtiyacları aydınlaşdırılır. Yəni, əsas məqsədi Analysis and Planningin biz keçdiyimiz kimi buydu. Yadınızdadır, requirement nə idi? Kimin yadında necə qalıb requirement? Tələblər idi də. Düz deyil Nərmin xanım. Tələbləri toplayırdıq. Requirementlər Tələblərin neçəcə toplanması. olur? Neçəcə olur. Belə deyim də, hansı ki workshoplar vasitəsilə onlara deyirsiniz? FRD-lər və NFRD, Functional Requirements-lər. NFRD-lər. 3 dənə də FRD. Bir sürü bildiyim yadıma düşdü. Orxan bəy, sizin yadınızdadır da requirement-lər. Orxan bəy. Bəli. Açın da kameranı, zəhmət olmasa. Kameranı? Hə, aça bilirsiniz. Tamam. Hə. BRD nə idi Orxan bəy? Bir dəqiqə. Kamera desən açılmır. Yaxşı cavab verin onda. Biznes. Düzəldi. Biznes nə? Yerdi. Yadımdan çıxıb. Business Requirement Documentation idi. Bəs Functional Requirement ilə Non-Functional Requirement'ın fərqi nə idi? Biri daim eyni şeylər olurdu, yəni dəyişilmirdi. Digəri isə hər dəfə prosesə və vəziyyətə görə dəyişilirdi. Əla. Deməli, requirements növbəti mərhələnin hissəsidir, tələblərdir. Sistemin necə qurulacağı planlaşdırılır, arxitektura və s. Gəlin baxaq, Analysis and Requirements nədir? Analysis və Requirements SDLC-nin ən vacib mərhələlərindən biridir. Bu mərhələdə əsas məqsəd sistemin nə etməli olduğunu tam və düzgün şəkildə müəyyən etməkdir. Sadə dillə desək, bu mərhələ biz nə qururuq sualına cavab verir. Bu prosesdə ilk olaraq istifadəçilərin biznesin ehtiyacları toplanır. Bu ehtiyaclara Requirements tələblər deyilir. Tələblər istifadəçilərlə danışaraq, müsahiblər, workshoplar və ya mövcud sistemləri analiz edərək müəyyən edilir. Daha sonra bu tələblər analiz olunur, yəni hansı funksiyalar lazımdır, sistem necə işləməlidir, hansı qaydalar olmalıdır, bu suallar cavablandırılır. Requirements iki növə bölünür. Functional Requirements, sistem nə etməlidir? Məsələn, istifadəçi login ola bilməlidir, task yarada bilməlidir. Non-Functional Requirements, sistem necə işləməlidir? Məsələn, sistem sürətli olmalıdır, təhlükəsiz olmalıdır. Bu mərhələdə bütün tələblər sənədləşdirilir. Requirement document ki, developerlər və digər komanda üzvləri nə qurmalı olduqlarını dəqiq bilsinlər. Qısa desək, Analysis and Requirements mərhələsi olmadan düzgün sistem qurmaq mümkün deyil. Çünki bu mərhələ bütün layihənin əsasını təşkil edir. Baxın. Bir şeyi analiz edib, planlaşdırıb, tələbləri müəyyən eləmədən heç vaxt task götürməyin.
İnşallah işə başlayacaqsınız da indi siz. Dedilər ki, gedin filan məhsulu yaradın. Bunun üçün birinci stakeholderlərinizi müəyyən edin. Gedin PO-nuz, sizin üçün əsas 2 nəfər var. Stakeholderim, bir də PO-m. PO-m mənə acceptance kriteriyaları verməlidir. Düzdür, biz də yaza bilərik komandada, orijin mühitdən asılıdır. Amma əslində, yəni kömək eləyə bilərik. Elə bir hal ola bilər ki, bir dəqiqə. Elə bir hal ola bilər ki, PO çıxa bilər, işdən sizin üstünüzdə qala bilər. Mən bunun üçün öyrədirəm ki, acceptance kriteriya nətər yazılmalıdır. Və onun üçün də öyrədirəm ki, PO-dan alanda normalı nədirsə, normalını bilin, yəni olmalı olan. PO-nu yazdığı ilə özünüzünkünü müqayisə eləyə bilərsiniz. Yəni qabağınıza çıxanı müqayisə eləyə bilərsiniz. Hə, nə edirik deməli? Təkrar eləyə bilərsiniz. Biz layihəyə başlamadan qabaq nəyi bilməliyik, nə etməliyik, kimdən nəyi almalıyıq? Stakeholderlərdən tələbləri almalıyıq. PO-dan. PO-muzu müəyyən etməliyik. Acceptance kriteriyanı PO-dan Acceptance kriteriyaları almalıyıq. PO deyəcək ki, tutaq ki, sabah bir gündə, məsəl üçün, mən də öz sahəmdən misal verim də, tutalım ki, travel üzrə gedin, tutaq ki, vizanın yanında travel da satılsın, elə bir məhsul qurun. Acceptance kriteriyanı PO verməlidir. Deməlidir, mənim gözləntim budur. Və yaxud işsizlik sığortası olsun. Krediti alanda işsizlik sığortası satılır. İşsizlik sığortası necə olmalıdır? Tələbləri nədir? PO deyir ki, mənim üçün, mənə görə PO deyir. Yazılı şəkildə alın bunu. Mütləq və mütləq taskı heç vaxt quru-quru, boş bir dənə sözlə qəbul eləməyin. Deyin ki, get mənə istəyivi yazılı şəkildə gətir, sonra gəl. Bu analiz prosesinə kömək eləyəcək. Sən analizə çiğ başlamalı deyilsən. Əlində nəsə olmalıdır. Yoxsa elə havadan desin ki, elə o gəlsin desin ki, bunu yaradın. Biz gedib hardan biləcəyik? Belə qalacağıq çaşbaş ki, nə etməliyik? Stakeholderimi müəyyən eləyirəm. PO-mdan acceptance kriteriyamı alıram. PO-m yazır. Nağd istehlak kreditlərində 10 manata qədər işsizlik sığortası satıram. Mən sığortanı mən birbaşa almaq istəyirəm, istəyirəm bankın hesabına birbaşa köçsün. Yəni annuitetə bölünür kreditlər, ay-bay verir ya, bilirsiniz də. Elə bölüb verməsin. Çünki ayda məsələn annuiteti tutaq ki 102 manatdır, amma o tutam 10 manat işsizlik sığortasını tutaq ki də 103 manat olacaq. 100 manat işsizlik sığortası deyək də, 103 manat olacaq. Mən müştəri də deyəcək ki, bu nədir, mənim aylıq ödənişim 102 idi, hardan oldu 100? Mən ona görə də PO deyir bunu. Acceptance kriteriya modu ki, tam ödənilsin, müştəriyə sənəd çıxarılsın, müştəriyə tutalım 2 saniyə ərzində sənəd göstərilsin. Bunu PO deyir. Stakeholder nə deyir? Stakeholder deyir ki, burada POs və ITBA stakeholderin danışır, requirementləri alır. Stakeholder gəlir deyir, işsizlik sığortası, tutaq ki, ancaq gedin maaş alan müştərilərdən istəyin bunu. Stakeholder indi deyəcəksiniz, hardan deyir bunu? Gedir, datanı çıxardır, araşdırır, görür ki, maaş almayan müştərilər ödəməyəcək də sığortasına. Ya maaş almayan müştərilərin işdən çıxma şansı böyükdür, tutalım elə belə işdə işləyir də, tutaq ki. Ona görə mən ona pul ödəməli olacam. Axı bir sığorta şirkəti olaraq mənim ona pul ödəməyim sərf eləmir, məsəl üçün. Ona görə də stakeholder tələbləri müəyyənləşdiririk və bunu yazılı rekord eləyirik, yazılı şəkildə yazırıq, onlarla razılaşdırırıq. Deyirik, bax, sənlə getdin üzbəüz intervyu metodu ilə danışdın da stakeholderlə, düzdür. Onu mütləq şəkildə yazılı qayda ilə yazırsan ki, bax, ay stakeholder, sən bunu dedin mənə. Razısan, maildə, siz ya da rəhbərlərinizi qoyursunuz maildə. Tuda da stakeholder'ı qoyursunuz. Stakeholder oxuyur şifahi dediyini. Səhər bir gün yayınsa da desə ki, elə yox, belə demişəm. Bizim əlimizdə sənəd olur, mail olur ki, sən bunu belə demisən. Və yaxud görüş onlaynsa rekord eləyin. Onu da sənədinizin içinə qoyun ki, filan kəslə görüşdüm, filan qənaətə gəldim, bu da rekordu. Bunu eləyin. Bu sizin işinizin bir parçasıdır. Sonra nə gəlir? Design and prototyping. Dizayn və prototipləşdirmə.
Bu mərhələ dizayn mərhələsidir. Burada sistemin necə qurulacağı planlaşdırılır, arxitektura, database strukturu və digər texniki qərarlar verilir. Down kreditləşmə prosesidir. Burada kreditin flow-su çəkilir texniki diaqramlarla. BPMN-lə yox ha, texniki. BPMN-lə birinci ilk diaqramını çəkirik ki, prosesi filan kəs başladır, filan kəsə təsdiqə gedir, filan yerdə hesablama baş verir, müştəriyə cavab qaytarılır. Bu BPMN-dir. Mənim dediyim diaqramlar artıq mürəkkəb diaqramlardır. Database strukturdur, database bazada hara müraciət eləyəcəyik, oradan hansı servislərinə cavab verəcək, hansı applicationlar yazılmalıdır. Onu arxitektor özü çəkir, dizayn eləyir, göstərir bizə. Elicitation və designing prosesində elicitation. Birinci wireframe yaranır. Wireframe nədir? Bax, bu sağda gördüyünüz şəkildir. Bu dizayn prosesinin ilkin mərhələsidir. Məhsulun sadə formada görüntüsüdür. Görürsünüz, burada mürəkkəb heç nə yoxdur. Başlıqdır, user passworddur. Məsələn, bu da buttondur. Görürsünüz, adi, sadə bir dizayndır. Mockup artıq sağdakıdır. Wireframe-in bir üst səviyyəsi zahirən məhsulun real görünən komponentlərini özündə birləşdirir. Görürsünüz, burada login, password, burada X idi. Burada göstərib ki, email passworddur. Bu mockupdur. Sonda prototip olur. Prototip də dizaynın son mərhələsidir və məhsulun real görünüşüdür. Baxın, bu axırıncı. SDLC-də SDLC-ni bilməsək nə baş verəcək? Yəni, sizə maraqlı ola bilər ki, bunu niyə öyrənirik? Siz səhər SDLC-ni bilməsəz, bir komandaya düşsəz, o komanda, siz bu mərhələləri bilmirsiniz axı, məsəl üçün. Kitabı bilmirsiniz də, düzdür? Gedib birinci API işləyib, deyəcək ki, get API gətir ver. Siz bunu bilməklə mərhələlərinizi bilirsiniz ki, yox, gedib PO mənim üçün gətirməlidir acceptance kriteriyanı, stakeholder mənə gətirməlidir requirement-i, dizayn çəkilməlidir. Ondan sonra mən API yazmalıyam. Dizayn çəkilməmiş, mən nə bilim, hansı səhifədə, hansı API-lar olacaq. Bu dönümü interview sualıdır bu hissə. İşdə çox lazım olacaq. Bir də sizin özünüzün bilməyiniz çox gərəklidir bunu. Yadınızda saxlayın. Prototipi dedik. Baxın, indi gəlin bir dənə dizayna baxaq. Bu səhifə nə edir? Burada girmişəm, bura deyəsən. Bax, bu səhifədə ümumiyyətlə bütün dizaynerlər öz dizaynlarını qoyurlar, öz profillərini qoyurlar ki, buradan iş axtarırlar. Bu da onların portfolyolarıdır. Necə ki, biz dokumentasiya yazacağıq, portfolyomuza qoyacağıq. Səhər işdən istəyəndə göstərəcəyik ki, bu portfolyomuz var. Bu deməli, proyektləri yazmışıq dokumentasiyasını və səhər bizi imtahanda, çünki intervyuda tapşırıq verəcəklər, o tapşırığı işləyəcəksiniz. Bu da onun kimi bir platformadır. Baxın, qoyub bura, dizaynını çəkib. Deyir, ekrana push SMS gələndə belə olacaq. Bunu dizayner eləyir. Sonra görürsünüz, prototip hazırlayıb belə bir hissədə. Göstərir, analizdir, user flow-dur, UX arxitekturadır, UX UI dizayndır və testlərdir. Düzdürmü? Baxın, burada bu dizayner öz bu dizaynına səhifələri hazırlamaq üçün özü BPMN diagram flowchart kimi bir şey qurub. Deyir, splash screen açılır. Sonra birinci nə açılmalıdır? Birinci açılmalıdır. Avtorizasiya lazımdır, yəni qeydiyyatdan keçmə. Onboard eləyir müştərini, register eləyir, yəni qeydiyyatdan keçirir, profili hazırlayır. Burada göstərir nastroyka profili, yəni profilin sazlanması, əsas ekran, məşqlər, statistika, burada da məşqlər, yəni uprajneniya, çalışmalar, profil. Görürsünüz, göstərir, yəni nəyə nə basanda nə açılacaq, burada çəkib. Baxın, burada da bunun qoyduğu hissələrdir. Bir dizayn bu şəkildə olmalıdır. Dizayner sizə bunu belə verməmiş, siz API-ləri başlaya bilmərsiniz yazmağa. Bunu mütləq tələb eləyin. Deyin ki, dizayner dizaynı çəksin, versin. Mən bilim ki, hansı səhifə olacaq. Çünki sıfırdan qurulan əplərdə bir var, bir bankda harasındasın, nəsə, yenə də onda da dizayner lazımdır da. Yəni, bir bankın tələbi var, məsəl üçün. Heç vaxt dizaynerin çəkilişi olmadan onu eləmir. Deyir ki, birinci bu səhifə açılır. Görürsünüz, göstərib burada. İkinci bu, sonra nomer telefon, sonra kod gəlir, sonra bu hissə gəlir. Görürsünüz, çəkib burada. Sonra
Bura basanda nə olur? Hamısını göstərib. Birinci məsələn profilə daxil oluruq. Nə istəyirik onu deyirik. Tutalım normal, orta, ağır, tutaq ki də məşqlər. Vesimiz çəkini soruşur, boyu soruşur. Hə, axırda successful göstərir. Görürsüz? Burada API-ları biz yaza biləcəyik ki, hansı səhifədə hansı API-lar çağırılır. Baxın, dizayn olmamış qəti şəkildə heç bir API-yə başlamırıq. Qaydaq. Bura qədər aydındır hər şey. Səsim gəlmir yenə. Alo. Gəlir səsim. İndi Bəli, gəl. bəli. Hara qədər eşitdiniz? Hardan kəsildi? Gəlir səsim. Gəlmir. Bəli, bəli, gəlir. Bəyək hara qədər Gəlir, kəsildi? gəlir. Hara qədər eşitdiniz? Yəni qayıdın geriyə. İlk slaydda. Bu birisində dizayna baxdınız, girmişdim içərisinə Hə, göstərdim. mənə baxdıq, Oldu, mənə oldu. baxdıq. Burada sual var. Ələk. Yoxdur. Orxan bəy, var sizdə sual? Xeyr. Deməli, nə olmamış API-ları yaza bilmirik? Orxan bəy. Mən əsir. Hə, nə olmamış API yaza bilmirik? Acceptance criteria. Yox, dizayn. Kameranı açın, valla siz qulaq asmırsınız mənə. Yo, valla qulaq asıram. Onda açın kameranı. Evdəyim ona görə. Açmıram. Bəs niyə demədiniz? Bayaqdan boğazımı cıram. Nərim xanım, siz bilirdiniz də, API dizayn olmamış yazmaq lazım, yazmaq olmur. Hə, onu dizayn bilirəm bunu. Hə. O birisi sualın cavabını verdi. Elə bir də acceptance kriteriya o birisinin cavab verdi. Fikir orada qalıb yəqin. Orxan bəy, bunu başa düşdünüz? Dizayn olmamış nə etmirik? AP-ni eləmirik. API-ni yaza bilmirik. Bu olmalıdır ki, bura keçək də bu sıralama. Hə. Hə. Deməli, axırda görürsüz, belə bir front yarandı, işlədik, görürsüz. Axırda belə bir şey göstərir, bizə UX UI dizayner. Deyir ki, budur. Yəni, son məhsulun çıxacağı yer budur. Dizaynını çəkir, bizə verir. Biz də baxırıq ki, hə, okey, budur. SDLC API First and Conditions. Bunu biz keçəcəyik. Bu böyük bir bölmədir. Hardasa bir ay yarım biz bunu keçəcəyik. Yəni bir ay yarım bu növbəti dərsdən API-ları başlayırıq. Əsas texniki hissəsi budur. ITBA-yin ürəyi, qəlbi, döyünən könlü budur. Kompüterlərinizə Postman yükləyərsiniz, deyəcəm indi dərs keçəndə. Onunla biz başlayacağıq API-ları öyrənməyə, sorğulamağa, request göndərməyə. API First and Conditions hissəsi nədir? API First yanaşma sistemi qurarkən ilk olaraq API-ların dizayn edilməsi nəzərdə tutulur. Hər şey API-də, hər şey, ağlınıza gələcək hər şey. Havanın sorğulanması, pul göndərilməsi, pulun alınması, karta baxılması, profilə baxılması, hər şey API-nin üstündə qurulub, hər şey. Yəni, development başlamazdan əvvəl sistemin komponentlərinin bir-biri ilə necə əlaqə quracağı müəyyən edilir. Sadə dillə desək, əvvəlcə sistemin danışıq qaydaları yazılır, bir-birindən danışmağıdır da. Necə cavab verəcəm ona, hansı, nə qaytaracam ona. Sonra isə bu qaydalara uyğun olaraq backend və frontend hazırlanır. Bu yanaşmada API endpointlər, request, response və strukturları əvvəlcədən müəyyən olur və sənədləşdirilir. Məsələn, login funksiyası üçün əvvəlcədən post, login endpointi təyin olunur. Hansı məlumatın göndəriləcəyi, username, password və sistemin hansı cavabı qaytaracağı, token status yazılır. Daha sonra developerlər bu struktur əsasında sistemi qurur. API First yanaşmanın əsas üstünlüyü odur ki, frontend və backend komandaları paralel işləyə bilir. Bütün komanda eyni standartlara əsaslanır. Bu da sistemi daha aydın, stabil və idarə olunan edir. Yəni,
API-yi backend biz analiz edirik, yazırıq, bu olacaq, sənədi veririk backend-ə. Backend yazır, frontend-ə verir, frontend də qoşur, test eləyir, deyir ki, hə, falan yerdə error qayıtdı, falan yer success oldu. Baxın, belə bir dokumentasiya yazacağıq, göndərəcəm hamı sizə. Görün, burada göstərir. Send OTP, resend OTP, create password, sign in, hamısını necə eləyəcəyimizi yazırıq. Hər bir əməliyyat API-dir. Hər bir əməliyyat zamanı API çağırılır. Onun da dokumentasiyasını biz yazırıq. Səsim gəlir. Bəli, bəli, gəlir. Keçdik artıq software development hissəsinə. API-miz hazır, dizaynımız hazır, requirementlərimiz hazır, hər şey əla. Software development hissəsinə. Software development nədir? Proqram təminatının yaradılması prosesidir. Yəni ideyadan başlayaraq işlək bir tətbiq qurma və ya sistem qurmaq deməkdir. Sadə dillə desək, software development kompüter proqramlarının hazırlanması, test edilməsi və istifadəyə verilməsidir. Bu proses bir neçə əsas mərhələdən ibarət olur. İlk olaraq planlanma edilir və nə qurulacağı müəyyən olunur. Daha sonra analiz mərhələsindən sistemin tələbləri toplanır. Növbəti addım dizayndır. Burada sistemin necə qurulacağı planlaşdırılır. Daha sonra developerlər proqramı yazır, development mərhələsinə keçir. Bundan sonra sistem test olunur ki, səhvlər tapılıb düzəlsin. Ən sonda nə baş verir? Proqram istifadəyə verilir, deployment olur, sonraki mərhələdə dəstək və yenilənmə, maintenance davam edir. Yəni siz işə veriləndən sonra da proqramı, ondan sonra da yenə feedbacklər gəlir ki, bunu burasını düzəldim, bunu belə eləyim və s. Software development zamanı müxtəlif texnologiyalar, proqramlaşdırma dilləri və alətlər istifadə olunur. Bu prosesdə developerlər, biznes analistlər, testlər və digər mütəxəssislər birlikdə işləyir. Qısa desək, software development ideyanın real işləyən proqram məhsuluna çevrilməsi prosesidir. Baxın, Git nədir? Siz proqramda, daha doğrusu komanda ilə işləyəndə tez-tez bu sözü eşidəcəksiniz. GitLab, GitHub, Bitbucket, bu sözlər developer sözləridir. Git version control sistemidir. Git fayllarda etdiyimiz dəyişiklikləri izləyir, həm developer üçün, həm də başqa məqsədlər üçün istifadə edə bilərik. Yəni biz orada dokumentasiya da yaza bilərik. Word kimi bir proqram sadəcə kodları özündə saxlayır və kodları sonda birləşdirir. Yəni biz orada dokumentasiya yazıb qoya bilərik. Onun üstünlüyü nədir Word-dən? Word-də də var, compare var. Məsələn, biri gəldi dokumentasiyanı yazdı, üstünə biz də yazdıq. O compare eləyir, dəyişiklikləri çıxardır, müqayisə eləyir ki, bu dokumentasiyadan, bu versiya ilə bu versiya arasında nə fərqlər var. Developerlər bundan çox istifadə edir. Diff checker deyirlər buna. Difference checker, fərq yoxlanılması. Deməli, development mərhələsi proqram təminatının həyat dövründə SDLC, kodun yazıldığı əsas hissəsi Gitdir. Bu mərhələdə developerlər əvvəlki mərhələlərdə müəyyən edilmiş tələblərə və dizayna uyğun olaraq sistemi qururlar. Sadə dillə desək, bu mərhələ planlaşdırılan ideyanın real işləyən proqram halına gətirildiyi mərhələdir. Frontend developerlər istifadəçi interfeysini hazırlayır, backend developerlər server və API-ləri qurur, database ilə işləyənlər isə məlumatın strukturlarını təşkil edirlər. Bu mərhələdə həmçinin mövcud səhvlər, baqlar düzəldilir və yeni funksiyalar əlavə olunur. Git isə proqramçıların yazdığı kodu idarə etmək üçün istifadə olunan versiya idarə etmə sistemidir. Git vasitəsilə kodda edilən bütün dəyişikliklər izlənilir, saxlanılır və lazım olduqda əvvəlki versiyalara qayıtmaq mümkün olur. Bundan əlavə, Git komanda şəklində işləməyi asanlaşdırır. Çünki bir neçə developer eyni layihə üzərində paralel işləyə bilir. Hər bir developer etdiyi dəyişiklikləri commit edərək yadda saxlayır. Sonra bu dəyişiklikləri ümumi repozitoridə push edir. Digər komanda üzvləri isə bu dəyişiklikləri pull edərək öz sistemlərini götürür. Bu şəkildə kod üzərində işləmək səliqəli və idarə olunan olur. Bunu əzbərləməyə ehtiyac yoxdur. Bu danışdıqlarımı məlumat üçün bilin, yaddaşınıza yazın. Amma əzbərləməyə ehtiyac yoxdur. Çünki komandada tez-tez eşidəcəksiniz bu sözləri. Sizə yad olmasın da qulağınız öyrəşsin bu sözlərə. Aydın oldu? Bəli. Təxmini hə. İndi öyrənə görə tam öyrənmədim. İndi yəqin ki tam məlumat alacağıq da, hə Nərmin xanım? İşlədikcə. Belə deyim də, mən belə başa düşdüm Nərmin xanım. Görün. İstədikcə, hə. Deyin. Məndə bu deyil.
Yox, başa düşdüyümü demək Hə, istəyirəm. deyil, Mən deyil. siz danışırsınız, mən burada internetdə araşdırıram, Aha. yazıram Git nədir falan maraqlanıram. Məsələn, burada yazır proqram təminatının hazırlanması zaman mənbə kodundakı dəyişiklikləri izləyən paylanmış versiya nəzarət sistemidir. Version Version control control system. sistem. Yəni developer Sistem. yazır orada kodlarını. Hərə gəlir bir kod yazır axı. Nə qədər kodlar var, baxın, bu nə qədər. Biz elə asan hissəsini görürük sistemin. Developer bu boyda, nə bilim 1000, 2000 sətirlik kod yazır. Təsəvvür 1000, 2000 sətir nə deməkdir? Tak yazıb gedir. Görmüsünüz də özünüz internetdə. Bu kodları saxlayan bir dənə Word-də saxlaya bilməz. Nə bilim, hardasa saxlaya bilməz. Bunun üçün bir sistem olmalıdır, cloud olmalıdır, düzdürmü? Bu da Gitdir. Kodu orada saxlayır və kodu götürürlər oradan proda merge eləyirlər. Onların versiyaları var, sistemlər var. Testdə olur. Sonra testdən keçirir pre-proda və proda. Və onu necə ki biz BPM diaqramları çəkirik. Bu da developerin tooludur da, developerin işlədiyi yerdir. Biz BPM-in diaqramda flow çəkirik. Developer də gedir Gitdə kod yazır. Bax belə düşünün. Hə, aydındır. Kodunu orada yazır, orada üstündə məşğul olur, nə işi varsa, orada merge eləyir, proda buraxır, bax belə. Biz istifadə eləyərik senior səviyyədə onu. O da ki, senior səviyyədə özü istifadə elədikcə görəcəksiniz. Məsələn, hələ ki biz istifadə eləmirik. Amma lazım olarsa orada istifadə eləyəcəyik. Orada dokumentasiya yükləyəcəyik. Orada dokumentasiyalar arasında fərqi görəcəyik. Yəni bu Gitdən biz də istifadə eləyə bilərik. Bir tooldur. Yəni öyrənmək olar. Deməli, gəlin göstərim necədir. Biz öz işimizi orada görürük, işləri izləyə bilirik, kim nə edir, aktiv şəkildə kim bizim layihəmizə baxır, review eləyir və s. Gəlin baxaq. Bax, belə bir sistemdir. Burada görürsünüz plan, activity, indi burada create eləyəcəm. Kod. Görürsünüz merge request. Amma indi create merge request eləsəm, görürsünüz burada indi qara açılacaq. Görürsünüz deyir ki, nəyi müqayisə eləyim və başlayım. Bura kodlarımı yapışdırıram. 2 dənə kodu məsəl üçün developerdə müqayisə eləyir, ortaya bir şey çıxardır. Sən bu security, bu buildləridir, pipeline'lar, DevOps'un hissələridir, bu AI-dır, bu plan'dir, work item, issue boards var burada. Görürsünüz, burada özümüz də yaza bilərik. Dokumentin adını yaza bilərik, yükləyə bilərik, istəsək div checker eləyə bilərik. Bu bir tooldur. Yəni hər şey eləyə bilərik burada. Analiz eləmək olar. CI/CD, Continuous Integration, Continuous Delivery. Bu hamısı biz komandada işlədikcə hamısını görəcəyik. Yəni burada heç vaxt işləməyəcəksiniz, narahat olmayın. Burası komanda işləyir. Yəni özünüzü inkişaf elətdirmək istəsəz gələcəkdə, nə bilim 5 ilə 6 ilə bunu maraqlana bilərsiniz. Gəlin görək necə olur bu development prosesi. Git layihədə edilən dəyişiklikləri izləmək üçün istifadə olunan versiya idarə etmə sistemidir dedik, düzdürmü? Sadə dillə desək, Git kodda və ya sənədlərdə nə dəyişiklik edilibsə, onu tarixçi kimi saxlayır, lazım olduqda əvvəlki versiyaları qayıtmağa imkan verir. Xüsusilə komandada işləyərkən çox vacibdir, çünki hər kəsin etdiyi dəyişikliklər sistemdə görünür və idarə olunur. Bitbucket isə Git repozitorilərinin saxlandığı onlayn platformadır. Yəni layihənin kodu və dəyişiklikləri burada yerləşdirilir və komanda üzvləri birlikdə işləyə bilir. Bitbucket vasitəsilə pull requestləri yaradılır, kod dəyişiklikləri yoxlanılır və komanda daxilində review prosesi aparılır. IT biznes analiz üçün Git və Bitbucket əsasən kod yazmaq üçün yox, layihədə baş verən dəyişiklikləri izləmək, requirementlərin necə dəyişdiyini görmək, komanda ilə effektiv işləmək üçün istifadə olunur. Məsələn, hansı feature nə vaxt əlavə olunub, hansı requirement dəyişib və ya hansı versiya istifadə olunur. Bunların hamısı Git və Bitbucket vasitəsilə izlənə bilər, yəni istəsəz. Qısa olaraq Git dəyişiklikləri idarə edir, Bitbucket isə bu dəyişikliklərin saxlandığı komanda ilə paylaşıldığı platformadır. Eyni layihə üzərində 2 developer işləyir. Məsəl üçün, hər ikisi master və ya main branchda son kodu götürür.
Master branch layihənin stabil və əsas versiyasıdır. Yəni ən sonuncu kodlar orada olur. Sonra hər developer öz işi üçün masterdən ayrılıb ayrıca branch yaradır. Yəni bunu sadəcə yadınızda saxlayın, əzbərləməyə çalışmayın. For infodur, məlumatdır, içinə giririk. Görürük onlarda nə iş görür. Çünki onların işindən tam xəbərsiz olsaq, bu da düzgün deyil. Axı o komanda işidir. IT business analitik hərənin işindən biraz məlumatlı olmalıdır. Məsələn, bir developer login funksiyası üzərində işləyir. Məsələn, feature login branchı açır. Digər developer isə kart funksiyası üçün feature branchı açır. Hər developer öz branchdə müstəqil şəkildə işləyir, kod yazır. Çünki bir dənə layihədə 10 dənə developer ola bilər. Onlar açırlar elə Gitdə. Şu bir-birlərinin hərəkətini görürlər, bir-birləri kəsişəndə görürlər. Bu bayaq göstərmişdik. Hamısı görünür orada. Yəni onlar burada kodlarını yazırlar özləri müstəqil. Kodu yazır, dəyişiklikləri commit edir. Yəni commit SQL-də də var. Yaddaşı yazmaq. Bu mərhələdə onlar bir-birinin işinə təsir etmir. Çünki ayrıca branchlərdə işləyirlər. İşlər tamamlandıqdan sonra hər developer öz branch'dəki kodu remote repository'də Bitbucket və ya GitHub push edir və pull request açır, PR deyirlər buna. Bu PR vasitəsilə onların yazdığı kod master branch'a əlavə olunmaq üçün təqdim edilir. Daha sonra komanda üzvləri və ya reviewerlar kodu yoxlayır, səhvlər və ya konfliktlər olub-olmadığını analiz edir. Əgər hər şey düzgün və uyğun olarsa, kod master branch'a merge olunur. Əgər konflikt yaranarsa, yəni eyni hissələrdə dəyişiklik edilibsə, Git bunu bildirir və developerlər həmin konfliktləri düzəldir. Sonra yenidən merge edilir. Qısa olaraq proses belə gedir. Masterdən branch yaradılır, kod yazılır, commit edilir, push olunur, pull request açılır, review edilir, sonda master'ı merge edilir. Bunu sizdən soruşmayacağım. Sadəcə məlumat üçün oxuyun. Testdə də bu suallar düşməyəcək. Ehtiyac yoxdur bunu əzbər bilməyinizə. Git lokalda işləyir, həmçinin GitHub və GitLab'dan da istifadə edə bilərik. Bunlar yenə deyirəm, developer kodlarını belə yazır. Developer kodu budur. Görün, gözünüz öyrəşsin, yəni bilin. Gəlin baxaq, asinxron və sinxron proseslərə. Tez-tez bu sözü də eşidəcəksiniz. Asinxron işləyir, sinxron işləyir. Asinxron işləyir, sinxron işləyir. Yəni komandada bu sözləri bilməsəz, belə qalacaqsınız ki, bu nə deyir? İşlədikcə də öyrənəcəksiniz. O heç. Amma əsas olaraq bilməlisiniz bunları. Deməli, baxın, kompanidə WhatsApp-a sorğu göndərir. Məsələn, necə ki gəlir bizə, SMS gəlir, nəsə 3D security görmüsünüz, hansısa məbləğ göndərəndə bizdən təsdiqləmə kodu istəyir bir bankda. Görmüsünüz onu? Aha, bəli. Bəs indi sual yaranır ki, bu necə oldu ki, işlədi? Mən elə pul göndərən kimi gəldi. Görürsünüz, bu sinxron sistemdir. Asinxron işləmir. Sinxronluq nədən ibarətdir? Gəlir WhatsApp-a, tutaq ki də telefona kod gəlir müştəriyə. Müştəri mesajı confirm eləyir. Məsələn, kodu yazırıqdır 4 rəqəmli. Confirmation göndəririk, waiting eləyir, statusu göndərir, processing buna. Bax, bu proses belə işləyir. Görürsünüz, bura accepting statusu da göndəririk. Sinxron və asinxron proqramlaşdırmada əməliyyatların necə icra olunduğunu göstərən iki fərqli işləmə modelidir. Sinxron işləmədə əməliyyatlar ardıcıl şəkildə idarə olunur və hər bir əməliyyat əvvəlkisi bitənə qədər gözləyir. Yəni, bu gözləyir ki, bu bitsin, bu gözləyir ki, bu bitsin. Bir proses tamamlanmadan növbəti proses başlamır. Məsələn, istifadəçi login request göndərir, sistem onu yoxlayır, nəticə gələn nə qədər proses dayanır. Biz görmüsünüz, nə vaxtsa logini yazıq, düz oldu, olmadı, girsin. Yox, gözləyir, cavab gəlməlidir elə bizə. Görürsünüz, fırlanır bəzi yerlərdə. Asinxronda isə işləmədə isə əməliyyatlar bir-birini gözləmədən davam edir. Yəni, bir proses arxa planla işləyərkən digər prosesdə davam edə bilir. Məsələn, istifadəçi request göndərir, sistem arxada işləyir, nəticə hazır olunur, geri cavab qayıdır. Bu müddətdə istifadəçi başqa əməliyyatlar edə bilir. Məsəl üçün deyək də, fikirləşin bir bank sistemidir, kredit veririk. İndi belə deyil, amma məsəl üçün deyirəm də. Yuxarıda bir dənə belə pəncərədir. Orada kalkulyasiya var. Tutaq ki, 3 dənə pəncərədir. Biri istehlak kreditidir, gündəlik tələbat kreditidir. Nağd pul götürürük, onu deyirəm.
Biri ipoteka kreditidir, biri də nə bilim sığorta hesablanmasıdır. 3 dənə ayrı hesablanma var. Tutaq ki, birini vurduq, orada işlem gedən cana ikincini də vurduq. Bunlar asinxron işləyirlər. Yəni biri birini gözləmir. Hər birinə vururam, ayrı-ayrılıqda request göndərirəm, mənə responsunu qaytarır. Yəni bir-birini gözləmir. Amma login prosesi elədir ki, gözləyir, cavab qayıtsın, sonra səni buraxır ikinci səhifəyə. Sinxrondur. Sinxron modeldə gözləyərək işləmə var, asinxron modeldə isə gözləmədən paralel işləmə başlayır. Məsələn, real həyat misalına baxaq. Sinxronda yemək gələnə qədər masada gözləyirsiniz, düzdür? Sifarişi verdik, gözləyir ki, yemək gəlsin. Asinxronda isə sifarişi verirsən, sonra gəzməyə gedirsən, yemək hazır olanda xəbər gəlir. Görürsünüz, hər şey paralel baş verdi. Həm getdiniz, gəzdiniz, yemək orada hazır oldu. Hər şey paralel işlədi də, oturdunuz, gözləmədiniz. Düzdürmü? Başa düşdünüz bunu? Sinxron və asinxronu. Yeməkdə başa düşdüm. Yəni. Orxan bəy, başa düşdünüz? Amma şeydə Hə. işdə bir dənə nümunə deyin Nərmin xanım, bir dənə də test. Məsələn, bir dənə də bilmirəm. tutaq ki, kartla krediti eyni anda satırıq da, çarpaz satırıq. Kart krediti Aha. gözləmir. Kreditdən də cavab qayıdır. Tutalım ki, kartdan da cavab qaytarır ki, bunun 3 kart, 4-cü kartı var, buna pulla hesablamalısan məsəl üçün. Eyni anda vururam da, tam yuxarıda kartı vururam, aşağıda da krediti. Eyni səhifədir, 2 dənə fərqli hissədir. Yuxarıda krediti hesablayıram, aşağıda da kartı vururam. Biri-birini gözləmədi. Eyni səhifədə paralel işlədə bildim. Onda kartdan da cavab gəldi. Dedi ki, hə, 4-cü kart, bunun 2 kartı var, 3-cü pulsuz ola bilər, məsəl üçün. Orada da yuxarıda da gündəlik tələbat qayıtdı. Məsəl üçün, adi biz Optimusu yadınıza salın, nətərdir? Vurduğum scoringdə 4 dənə xətt gəlirdi də, düzdür? Bu tərəfdə 20, 25, 25, 27, 21, PTI 45-dən yuxarı, PTI 45-dən aşağı, məsəl üçün. Görürsünüz, kart da gəlir, nağd da gəlir, düzdürmü? Daha doğrusu 25% üçün də offer gəlir, 27 üçün də offer gəlir. Bunlar bir-birini gözlədimi sizcə? Gözlədi ki, 27, 25 qutarsın, mən 27-dən sonra verərəm. Yox, hamısı paralel getdi. Asinxrondur deməli bu. Asinxron. Sinxron o olardı ki, məsələn, mən vurum bir dəfə 25-i versin, sonra ikinci dəfə vurum 27-ni vursun. O olardı, hə? Və 25-dən sonra 27 gəlsəydi, mən gərək birinci səhifədə 25-i qoyardım, sonra 27-ni sorğulayardım. Necə ki, login kimi. Bir də məsələn, belə bir şey nümunə gətirə bilərəm də. Bu davranış modelinə görə biz kartlar veririk də, düzdür, müştərilərə. Məsələn, ƏDV ilə bağlı gəlmir, müştəriyə kampaniyaya kredit kartı, kredit veririk də. Məsələn, birinci, behavior. İkisini bir anda verə bilmirik, məsələn, kartla kreditdə. Məsələn, krediti verirəm, kassa təsdiqləyir, sonra kart verirəm. Bu sinxrondur da, bir-birini gözləyir, onu qutarır, sonra birisi başlayır. Ay, sağ olun, çox gözəl. Başa düşmüsünüz. Hə, başa düşdüm. Orxan bəy, başa düşdünüz? Bəli, bəli. Məsələn, işinizdən bir nümunə verə bilərsiniz, sinxron və asinxrona, öz işinizdən. Bizdə test sistemidir. Məsələn, Nə sistemi? bir sifarişin hazırlanması üçün digər şöbələrə. Şeydə də otel sistemində sifariş verilir. Bunun üçün PR qaldırılmalıdır. PR qaldırılmadan sifariş verilə bilməz, misal üçün. Bu sinxron olar da. Bu sinxron olar. Bəs asinxron, paralel nəsə işləyir? Yox, Düz dediniz onu. asinxron isə asinxronu heç bizdə bilmirəm, var yoxsa yox. Məsələn, paralel nə işləyir sizdə eyni anda? Bunu bilmirəm demək olar yoxsa yox. Məsələn, bizdə iScala sistemidir. Biri oradan PR açır, biri oradan nə bilim başqa iş görür, hərə bir iş görür. Bunu vermək olar asinxrona. Proses based. Bir-birinə əlaqəli olmayan, hər şöbə özünə aid. Hə, demək olar ki, şöbələrimiz Hər asinxron şöbə ayrı işləyir. bir. Hə, elə sinxron o vaxt olardı ki, bir şöbə o bir şöbənin cavabını gözləsin. Məsələn, siz reportu verməmiş filan kəslər işə başlaya bilmir də, düzdür? Paralel işləyə bilmir. Düzdürmü, məsəl üçün? Məsələn, bu mən ayı Audit var idi bağlamamış, sizdə, stokları hə. bağlamamış, yeni ayın şeyini eləyə bilmirlər. Ay, sağ ol. Görürsüz, bu nədir? İndi bu dəqiqə bunlar sinxrondur. Ay, sağ olun. Əla, başa düşmüsünüz. Məndən cavab gözləyirlər ki, biz başlaya bilərik yoxsa yox. Ay, sağ olun.
Burada görürsüz, kampaniyadan sinxron cavabı. Cavab gəldi, qayıtdı, gözlədi. Konfirm eləməmiş, yəni o 4 rəqəmli o tipin kodunu yazmamış. Pul getmir ki, düzdür? Gedir pul? Getmir. Deməli, pul getməyi sinxrondur. Sinxron işləyir bizim pul getmə sistemimiz, pulu köçürtmə sistemimiz. Asinxron işləmir. Həm kodu yazıb, həm də pul getsin, olmur. Gəlin webhook nədir ona baxaq. Webhook bir sistemdə müəyyən hadisə baş verdikdə başqa bir sistemə avtomatik olaraq məlumat göndərən mexanizmdir. Sadə dillə desək, webhook bir şey baş verdi və mən sənə xəbər verdim prinsipinə əsaslanır. Bax, məsələn, webhookla WhatsApp-da gələn mesajlar, xəbərdarlıq mesajları, gecikmə barədə mesajlar hamısı webhookdur. Webhook işləmə prinsipi belədir. Sən bir sistemə xüsusi bir URL, endpoint, indi bunları keçəcəyik API-lar keçəndə. Yad gəlməsin bu terminlər sizə. Keçəcəyik hamısını diqqətlə. Elə keçəcəm ki, həqiqətən əzbər yadınızda qalacaq hamısı. Sistem daxilində hər hansı bir event, məsələn, ödənişin tamamlanması, user qeydiyyatı və s. baş verdikdə həmin URL-ə avtomatik olaraq request göndərilir və məlumat ötürülür. Sənin sistemin bu məlumatı qəbul edib uyğun əməliyyatı yerinə yetirir. Məsələn, onlayn ödəniş sistemində istifadəçi payment edir. Payment uğurla tamamlandıqda sistem webhook vasitəsilə sənin backend-ə xəbər göndərir ki, ödəniş tamamlandı. Sənin sistemdə bu məlumat əsasında sifarişi təsdiqləyir. Webhook ilə API arasındakı fərq, əsas fərq ondan ibarətdir ki, API-də sən sistemə sorğu göndərsən və cavab gözləyirsən, webhookda isə sistem özü sənə avtomatik məlumat göndərir. Qısa olaraq webhook hadisə baş verəndə sistemlər arasında avtomatik məlumat ötürülməsini təmin edən mexanizmdir. Bu sözü də eşitsəz sizə yad gəlməsin. Əzbərləməyə ehtiyac yoxdur. Bax, yenə deyirəm, əzbərləməli yerləri deyirəm. Burada da yenə baxırıq. Bax, bu da sinxrondur, bu da sinxrondur. Müştəriyə göndəririk, müştəri qəbul edir, sonra cavab qayıdır. Sinxron sistemdir. İndi gəlin bura baxaq, necə asinxron eləmək olar. Deyək ki, confirm getdi, eyni anda SMS də getdi. Daha doğrusu ödəniş getdi, eyni anda webhookla göndərdiyi WhatsApp-a. Bunlar asinxron işlədilər, gözləmədilər bir-birindən, paralel işlədi. Bu asinxrondur. Gəlin baxaq, webhook olmasaydı nə olacaqdı? Webhook olmasaydı sistemlər bir-birindən əlaqə saxlaya bilməyəcəkdi, API-lar bir-birinə cavab verə bilməyəcəkdi. Client və server arasında bir belə deyim proses getməyəcəkdi, cavablar bir-birinə ötürülməyəcəkdi. Gəldik SDLC-nin ən sonuncu hissəsinə, testing. Baxın. Burada sizə trükləri öyrədirəm. Yadınızda bunu çox saxlayın. Yəni bu hara getsə sizin balaca kitabçağınızdır da, qaydınızdır. Deməli, acceptance criteria, requirementləri stakeholder-la, PO-dan istəyirəm, analizimi eləyirəm, yazımı yazıram, komanda ilə oturub işləyirəm. Axırda texlidimə gətirib göstərirəm ki, ay texlid, technical leader olur komandada. Gör, düz yazmışam mən. Sizin yazdığınız sırazu həyata keçmir. Yazdığınızı gedirsiniz, araşdırırsınız, bir şey ortalığa çıxardırsınız. Onu gətirib texlidə göstərirsiniz, o texniki adamdır. Oxuyur, okey verir, sonra uca testingə keçir, sonra developmentə keçir. Bax, bu hissəyə. Developmentə keçəndən sonra da testingə verilir. Testingdə bizim məsuliyyətimiz nədir? Biz use case-lər yazmalıyıq. Yadınızda da use case-lər yazırdıq. Given benzənlər yazırdıq. Senarilər yazırdıq. O senarini yazmalıyıq biz. QA hardan bilir ki, nəyi test eləsin? QA ancaq avtomatlaşdırmanı bilir və yaxud smoke testləri bilir və yaxud integration testləri bilir, kod yazır, orada test eləyir. Hardan bilsin ki, sistem necə işləməlidir? Nəyi verib, nəyi almalıdır? O use case adlanır. User acceptance testing deyə bir şey var. Biri var acceptance criteria, o ayrı şeydir. Biri də var UAT. Bax, CV-vizdə də bunu yazacağıq inşallah. UAT testing bacarır yazacağıq. Yəni adam başdan sona prosesi gedə bilir, öz yazdığı, analiz elədiyi prosesi test eləyə bilir bir dəfə. Qalan bütün testləri QA eləməlidir. Testing hissəsini başa düşdünüz? Hansı hissəsini siz eləməlisiniz testingdə? Nəyi siz eləməlisiniz? Use case-i siz yazırsınız, test case-i şey yazır. Nədir onun adı? QA. Aydın oldu. Use case kim yazır? ITB. Biz. Bəs test case-i?
QA. Onun QA. testing yazır da QA QA. yazır. Use case nədir? Mən girdim loginə, logində userim, password'umu yazdım. Userim 5 hərfli yazmalıyam, password'umu 6 hərfli yazmalıyam. Sistem bunu qəbul edir. Bu bir use case. İkinci use case. Mən sistemə daxil oldum, 4 hərflə yazsam mənə filan erroru çıxarsın. Bu ikinci use case. Üçüncü use case. Mən sistemə daxil oldum, eyni anda telefonla və kompüterlə daxil oldum, sistem məni açsın. Bu üçüncü use case. Görün nə qədər use case'lər çıxarırıq. Bunu biz yazmalıyıq. Bunu bilin, yadınızda saxlayın. Ən axırıncı deployment, hər şey bitdi, test elədik. Hamımız xoşbəxt, mutlu, çıxırıq deploymentə. Məsələn, yazırlar, bir bankda texniki işlər gedir, sazlanmalar gedir. Bu nə deməkdir? Yəni gecə oturub test eləyəcəklər, sistemi bağlayırlar və sistemə nəsə yenilik gətirirlər. Bu odur. Və yaxud hansısa Paşa Life-ın sistemində olur. Texniki işlərlə bağlı bir gün əl çatan olmayacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, prod var, prod, yəni biz müştərilər prod adlanırıq. Biz produq. Bu telefon əlimdə bir banka girirəm, bu proddur. Bir dənə də test device var, test cihazı. Test cihazı nə üçündür? Test cihazı onun üçündür ki, o pre-prod və test var, orada test eləsin. Orada da bir bank var, amma orada real mühitdə deyil. Sistemi bağlayırlar ki, əmin deyirlər də, pre-prodda çox data olmur axı. Prodda nə qədər müştəri datası olur, düzdürmü? Pre-prodda elə bir data simulyasiya eləmək qeyri-mümkündür. Hələ o qədər mükəmməlliyə gəlib çatmamışıq. Ona görə prodda dayandırırlar. Prodda girib testlərini eləyirlər. Hər şey əla bomba. Çıxa bilərik proda, çıxırıq proda. Səhərsi gün hamı bir bankını açanda yenilənmiş versiyasını yeniləyir. Prodda da hamı. Prod bu deməkdir. Bu anlayışlar sizə tanış olsun. Mənim sizə bu günlük təqdim eləyəcəyim bu qədər. Gəlin keçək sual-cavaba. Kimin nə sualı var, versin. Qoy bunu dayandırım.